Salam əziz izləyicilər. Abşerondan bir qardaş sual yazıb ki, ərik olurmu Abşeronda və qurudan nədir ərikləri? Ona görə dedim bir balaca video çəkeyim. O səbəbi paylaşım ki, biləsiz və əlacını da deyim onun. Deməli, bu göbələk xəstəliyi son 10 illiklərdə yayılıbdır Azərbaycana. Mən böyüdüyüm kənddə bütün kənd ümumiyyətlə ərikçilik sanki təsərrüfatı idi. Hər bağda ondan çox ərik də ola bilirdi, ərik bağları idi. Və 80-ci illərdə ortalarında, axırına yaxın artıq bar verməməyə başladı ağaçlar. Bar vermirdi, çiçək açırdı, tökürdü və sonra yavaş-yavaş başladı qurumağa əriklər. Və bunu insanlar belə bir rəy formalaşmışdı ki, bu mobil telefonlar gəldi, bu mobil telefonların elektromagnet dalğaları şüalandırdı. Bir qismi də dedi ki, yox, o Çernobılda qəza baş verdi, ondan oldu radioaktiv şüalanma, nə bilim nə. O yanlış baxışdı, doğru deyil. Əsl səbəbini mən Abşeronda öyrəndim. Mərdəkanda, bağımda ağaçlar ki başladı bu cür fəsadlarla üzləşdi və məlum oldu ki, bu sadəcə göbələk xəstəliyidir. Bütün ağaçlara düşür. Üzümə də düşür, meyvə ağaçlarına da düşür. Amma onu düzgün dəyəndirmirik deyə Mərdəkanın özündə də qonşuluqda bir ərik bağı var idi. Bütün sahəni ərik əkmişdi. O bağ da tamam qurudu. Amma bir 5-10 il bar verdi, yaxşı da bar verdi. Sonra tədricən başladı qurumağa. Hal-hazırda indi o bağda ərik yoxdur. Mən də bir neçə dəfə ərik bastırdım. Elə 2 ilə qurudu getdi. Ondan sonra anladım ki, bu xəstəlikdir. Əlacı da var. Əlacı nədir? Necə ki, üzümlərə mütəmadi olaraq vaxtında göydaş, kükürt vurularaq üzümlüklər qorunurdu. Və həmin tədbiri meyvə ağaçlarına da eləmək lazım imiş. Nəticədə mən sonuncu dəfə aldığım ərik ağaçlarını qoruya bildim. Daramaqla, dərmanlamaqla, bu üsullarla qoruya bildim. Artıq heç bir şübhəm yoxdur və sübut elədim özüm, çünki bu ancaq göbələk xəstəliyidir. Şükür olsun, indi bu il o körpə ağaçlarım çiçəkləyibdir, əriklər. Bu göstərdiyim düzdür ərik deyil, bu badamdır. Badam da tutur, başqa ağaçlar da tutur. Ən dözümlüsü bu xəstəliyə, göbələk xəstəliyinə gavalıdır. Gavalı sanki vecinə almır o xəstəliyi. Sadəcə müntəzəm daramaq lazımdır ki, ağacın özünün qüvvəsi çox olsun. Çünki ağac özü də mübarizə aparır bu xəstəliklə. Adını da deyim, monelyozdur bu xəstəliyin adı. Bir neçə növü var, göbələk xəstəliyidir. Odur ki, payızda ağaçlar, bağ ümumiyyətlə bütün bitkilər dezinfeksiya olunmalıdır. Yarpaqlar töküləndən sonra göydaşla, bardo məhlulu da var, hazırlanmış əhənglə göydaşın qarışığı çilənməlidir. Bir də ağac oyanandan sonra yazda çilənməlidir və bir dəfə də xırda yarpaqlar zamanı çilənməlidir. Bunun üçün də
bardo məhlulu ilə deyim də 3%li məhlul hazırlayıb vurmaq lazımdır. Toz şəklində olur bardo. 10 litr suya 300 qram qatmaqla 3% ilə payızda çiləmək lazımdır. Yazda yenə də 3 ya 2 ya 1 o tumurcuqlar şişən vaxtı çiləmək lazımdır. Bir də profilaktika kimi yarpaqlar ki böyüməyə başladı, yarpaqladı ağac, həmin vaxtı ancaq 1% ilə. Yəni tumurcuq vaxtı biraz çoxdur, 2% eləmək olar, amma yarpaq vaxtı 1% ilə çiləmək lazımdır ağacları. Bu zaman meyvə də verəcək, ağac da sağlam olacaq. Əlamətləri nədir? O başqa videolarımda var. Hansı əlamətlərlə bilirik ki, ağacımıza köbələk xəstəliyi yoluxub. Deməli, ağac yarpaq ilk növbədə saralır, solur deyək də, yarpaqlar solur və budaq uclarında solur. Tədricən bu yarpaqlar palıd rəng alır. Ona mumyalaşma da deyirlər başqa yerlərdə. Yarpaq tökülmür ağacın başından. Ona görə mumyalaşma deyirlər ki, sərtləşir və payız vaxtı tökülmür. Bax, bu həmin o maniliozun əlamətidir. Meyvə mövsümündə, tutaq ki, ağac meyvə gətirib, gözləyirik ki, yetişsin, amma ağac başlayır özü qurumağa, meyvəsi də bürüşür, yarpağı da saralır, ağac başlayır qurumağa. Bax, onun ilkin əlamətidir. Və yaxud fikir vermədiksə, bir də görürük ki, yazda ağac oyanır, budaqların əksəriyyətinin ucunda, uc hissələrdə quruyubdur. Bu zaman deməli onu daramaq lazımdır. Həm də əvvəlki videolarda göstərmişəm. Onu elə yerdən kəsmək lazımdır ki, sağlam hissədən bir qarış o xəstə yerdən aralı təxminən kəsmək lazımdır. Və sağlam hissənin olub-olmadığını da o kəsik yerə baxırsınız. Tam mərkəzində, özəyində gövdənin rəngi təbii olmalıdır, qaralmış olmamalıdır. Hardakı xəstəlik nüfuz eləyə bilib, hansı hissiyə qədər ağacın budaq ucundan gövdəyə doğru nüfuz eləyir. Orada rəngi təmiz olmalıdır. Palıd rəngli, qaramtıl olmamalıdır özəyi. Elə ki, o qaralmış yerləri kəsdiniz, təmizə çıxdınız, bax, orada dayanmaq lazımdır. Və o hissədə dezinfeksiya eləmək lazımdır qayçını. Elə ki, təmiz yerdə çıxdınız, daha biraz da 1 santıda tutaq ki, dezinfeksiya olunmuş qayçı ilə kəsirsiniz ki, yenidən yoluxmasın o budaq ucu. Bax, bunun tədbiri də belədir, qulluq tədbiri. Sağ olun, sağlıqla qalın. Problem olsa kanala yazın, sual kimi yazın. Gəlin görüşədək, bağınıza bərəkət.